Hamıya salam. Əlaçı verilişi efirdədir. Əsas tərəfdaşımız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyidir. İndi isə gəlin, bugünkü seçim oyuna qatılan məktəblilərlə tanış olaq. Bakıdan Aysun Mirzəyeva. Salamlar, mən burada Bakı şəhər 88 nömrəli məktəbi təmsil edirəm. Burada iştirak həqiqətən də çoxdandır arzum idi və sizinlə ilk dəfə fənn olimpiyadalarında mükafatlandırma mərasimində görüşmüşdük və çox şadam ki, sizinlə yenə də burada əlaçıda görüşürəm. Yəni, əlaçıya həmişə həvəskar olaraq baxmışam və buradan başda valideynlərim, sonra yanımda olan, zalda olan direktor müavimimiz Könül müəllim, Mirnağı müəllim, Şəlalə müəllim, digər bütün müəllimlərimin hamısına təşəkkürümü bildirirəm. İnşallah çox gözəl oyun olar. Qarşılıqlıdır hər şey Aysun. Mən də sizi yenidən görməyə çox şadım. Beləliklə dostlar, 12 sualdan sonra diqqət oyuncu cədvəlinə indi biz biləcəyik ikinci raunda vəsiqə qazanan əlaçılarımız kimlərdir? Təsəvvür edirsiniz, 12 sualın hamısına doğru cavab verən Aysun Mirzəyeva 12 sualın hamısını cavablandırdı. Əhsən. Bakılı məktəblisi Aysun Mirzəyeva, xoş gəlmişsiniz Aysun. Xoş gördük. Kimlə gəlmişsiniz? Anam və sevimli müəllimim Könül müəllimlə. Xoş gəliblər. Hansı fəndən dərs deyir Könül müəllimə? Könül müəllim direktor müavinimizdə həmişə mənim yanımda olub və mənə dəstək olub, onu çox sevirəm. Heyf ki, buradan soruşa bilmirəm Könül xanımdan ki, bəs o niyə sizi seçib? Yəni, o niyə hər zaman sizin yanınızdadır, sizə dəstək olur, hansı xüsusiyyətlərinizə görə? Məncə, mən daha çox nümunəvi şagirdəm və daha çox intellektual oyunları və daha çox münasibətə görə də ola bilər. Çünki ikimizin də bir-birimizə qarşı hörmətimiz və qarşılıqlı sevgimiz var. Lap yaxşı. Məktəbin ictimai işlərində fəal iştirak edirsiniz? Bəli, sayılar. Bildiyimə görə musiqini də çox sevirsiniz. Bəli. Bax, elə olubmu ki, məktəbdə hər hansı bir tədbirdə? Əlbəttə, əlbəttə. Nə, ifa edirsiniz yoxsa oxuyursunuz? Oxuya bilirəm. Aha. Musiqi ilə məşğul olmuşsunuz, yoxsa həvəskar? Məşğul olmamışam, sadəcə həvəskaram. Yəni, burada da oxuya bilərəm istəsəniz. Bizim üçün burada biraz nəsə oxuya bilərsiniz? Bəli, Azərbaycana aid ola bilər. Nə qəşəng. Dinləyək onda sizi. İndi fon musiqisini də biz azaldacağıq və sizi dinləyəcəyik. Çox sağ olun. Dalğalanır mavi Xəzər, ürəyimə dağ çəkələr, sənə aid bir hissəni özgəsinə yar etsələr, olmasa da bu dünyanın bir ovuc ədaləti, torpağına göz dikənin ayağına endirərəm, olmaz olaydı canın min parça, uğruna varlığım, ruhum fəda, gəlməzdi başına min bir bəla, sarı yağ yaranı qalx ayağa, Azərbaycan, ey qüdrətim, enməsin bayrağın ey vətənim, könlüm səndə, ruhum səndə, varmı bu sevgiyə layiq bəndə? Təşəkkürlər Aysun. Çox sağ olun. Təşəkkür edin. Hiss olunur ki, həqiqətən də vətəninizi çox sevirsiniz, vətənimizi. Təşəkkür edirəm. Belə gözəl ifadan sonra düşünürəm ki, oynamaq da daha xoş olacaq. Çox gözəl olar. Bəli, gözəl olacaq. Hansı mövzunu seçirsiniz? Biologiya. Biologiyanı seçdiniz. Çox güman ki, gələcəyin həkimisiniz. Əlbəttə. Uğurlar, başlayırıq. İbtidai bitkilərə hansı bitkilər aid edilir? Yosunlar. Düzdür. Arıların neçə qanadı olur? 6. Xeyr, 4. Kemosintez prosesində hansı canlılar həyata keçirir? Bakteriyalar. Düzdür. İnsanın həzm kanalında qida borusundan sonra nə yerləşir? Mədə. Düzdür. Eukariot hüceyrənin hansı bölümü üsulunda xromosom sayı 2 dəfə Mitoz. azalır? Xeyr, meyoz. Qrip xəstəliyinin törədicisi nədir? Viruslar. Düzdür. Toxumca meyvə hansı fəsilə üçün Mürəkkəb şeylər. Düzdür. Quyruqlu sürfə qaraciyər sorucusunda olur, yoxsa ekinokokda? Qaraciyər sosu. Düzdür. Hansı bitkiyə dəniz kələmi deyirlər? Laminariya. Düzdür. Zoq üzərində bir buğumla bir yarpaq birləşirsə buna növbəli. Düzdür. Hansı hüceyrə orqanoidin funksiyası zülal sintez etməkdir? Pas. Ribosom. Taxılla fəsiləsində meyvə tipi necə adlanır? Pas. Dən meyvə. Hörümçəklərin ürəyində necə qan olur? Arterial. Düzdür. Sizin 9 doğru cavabınız oldu.
Davam edirik Aysunla, Aysun Mirzəyeva ilə. Aysun, sizin 9 xalınız var. Əslində bir neçə suala cavab vermək kifayət edəcək ki, şansınızı yoxlayasınız. Amma nə qədər çox cavab versiniz, o qədər də yaxşıdır. Gəlin mövzunu seçək. Rəqslər yoxsa tip? Tip. Tipi seçdiniz. Uğurlar. Öz qanının bir hissəsini verən şəxs necə adlanır? Düzdür. Peyvəndin digər adı nədir? Pas. Vaksin. Artrit diş yoxsa oynaq xəstəliyidir? Düzdür. Mikrob və bakteriyaların artım və inkişafın qarşısını alan maddələr necə adlanır? Antitoksin. Xeyr, antibiotik. Təşviş və qorxu hisslərinin müşahidə olunan hansı Yunan termini ilə Pas. Həyəcan. Xeyr, fobiya. Boğazın arxa hissəsinin iltihabı. Faringit. Düzdür. Bronx divarlarının selikli qişasının iltihabı necə adlanır? Düzdür. Ekzema nəyin xəstəliyidir? Diz. Xeyr, dərinin. Astigmatizm barmaqda yoxsa gözdə? Barmaqda. Xeyr, gözdə. Tibbin ürək-damar sisteminin xəstəlikləri Kardiologiya. Florence Nightingale hansı peşənin ilk nümayəndəsi? Tibb bacısı. Axil və təri dabanda yerləşir yoxsa əldə? Dabanda. Düzdür. Azərbaycan Tibb Universitetinin əsası neçənci əsrdə qoyulub? 20-ci. Hansı elm sinir sistemi? Nevrologiya. Düzdür. 7 doğru cavabınız oldu. Ümumilikdə 16 xalınız var. Beləliklə başlayırıq. Hər birinizə uğurlar. Birinci sual səslənir. O oğlan birləşməsində asılı tərəf Aysun Əvəzlik. əvəzlik dediniz. O oğlan birləşməsində asılı tərəf hansı nitq hissəsidir? Bəli, əvəzlikdir. Növbəti sual səslənir. Metil spirtinin bir molunda neçə hidroksil qrupu var? Aysun? 1. Bəli, bu düzgün cavabdır. Sual səslənir. 15-in 4 misli ilə onun fərqi nə qədərdir? Aysun? 50. Düzdür. Bu düzgün cavabdır. Tərəfləri 13 sm və 7 sm olan düz bucaqlının Aysun? Cavab Aysun? 40. 40 dediniz. Tərəfləri 13 sm və 7 sm olan düz bucaqlının perimetri nə qədərdir? 40 sm-dir, bəli. Mənə də deyərsən cümləsinin şəxsə görə növü. Aysun? Müəyyən şəxsli. Müəyyən şəxsli dediniz. Mənə də deyərsən cümləsinin şəxsə görə növü hansıdır? Düz dediniz, müəyyən şəxsli. 100-dən böyük həm 5-ə, həm 2-yə bölünən Aysun? Cavab? 110. 110 dediniz. Son saniyədə çatdırdınız. Son saniyədə, inanırsınız. 100-dən böyük həm 5-ə, həm 2-yə bölünən ilk ədəd neçədir? Əslində o 1 saniyənin siz fikir verin, dəyərinə bir baxın. 1 saniyə gec olsaydı, mən sizi qalib elan edə bilməyəcəkdim. 110, bəli. Bəli, Aysun Mirzəyeva. Bakı məktəblisi, 88 nömrəli məktəbin təmsilçisi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bax bu diplomunu qazanır. Sizin doğmalarınız çox sevinir. Ay Allah, bacınız sevincdən ağlayır. Ananız da. Ananız deləmi? Ananız və bacınız? Müəlliməniz. Bəli. Hə. Ay. Ananız və müəlliməniz orada da. Yəqin ki, ananız da ağlayan zolaqlı geyimdə. Sevinç göz yaşlardır. Necə sevinir? Deyirəm, fikirləşirəm, indi birdən super finalda siz qalib gəlsəz. Ananızın adı nədir? Rühəngiz. Rühəngiz xanım onda necə sevinəcək, hə? Təbrik edirik. Bir daha təbrik edirik sizi. Yavaş-yavaş hazırlaşın ürək sözlərinizi deməyə. İndi ürək sözlərini deyəcək Aysun. İlk öncə mən buradan təşəkkürlərimi bütün müəllimlərimə bildirirəm, valideynlərimə bildirirəm. Atamın və anamın mənim üzərimdə əziyyətləri çoxdur və ən çox da elə onlar istəyirdi ki, mən bu diplomu qazanım. 9 ildir gözləyirəm bu anı və bugün qalib olmağım mənim üçün həqiqətən də çox qürur verici bir andır.
Rəqiblərimə 9 ildir baxırsınız. Bəli. Bizim 10 yaşımız tamam olur Əlaçının və 9 ildir ki siz baxırsınız. Bəli, tam balacaqdan, yəni çox arzum idi. Və rəqiblərimə çoxlu uğurlar arzu edirəm inşallah. Yəni onlarla yarışmaq necə deyirlər, ləzzət elədi. Fidan da, Rüfət də çox qəşəng oynayırdılar. Və siz superfinalı yeni bir mahnı ilə gələcəksiniz. Hə? Bəli. Təbrik edirik Aysun. Təbrik edirik. Qazandınız bunu. Bir çox nailiyyətləriniz var. Olimpiyadalarda da medal qazanmışsınız, diplomlar qazanmışsınız və növbəti görürsünüz. Bax, bu əlaçı diplomudur. Təşəkkür edirik hamıya, müəllimlərə, əlaçılara, valideynlərə, dəstək olan insanlara, tamaşaçılarımıza, Elm və Təhsil Nazirliyinə.